Ərəb ölkəsində İrana zərbə indirdi. Qətər Hərbi Hava Qüvvələri İrana zərbə indirib. Yeni Sabaha istinad edirəm. Təbii ki, Yeni Sabahda İsrailin 12-ci kanala istinadən məlumat yayıb. Hücumun mümkün nəticələri barədə informasiya verilmir. Və ABŞ və İsrail İrana qarşı hərbi əməliyyatlara 28 fevraldan başlayıb. Zərbələr nəticəsində həmin gün İran ali dini lideri Əli Xameyni də daxil olmaqla onlarla yüksək səviyyəli məmur ölüb, dünyasını dəyişib. İran cavab olaraq Amerikanın, ABŞ-ın Körfəz ölkələrində yerləşən hərbi obyektlərini hədəf aldığı bildirilir. Buna baxmayaraq Ərəb ölkələrində mülki infrastrukturda da zərbələr endirilib. Xalq müharibə istəmir. Sadə insanlar müharibə istəmir. Hamı sakit yaşamaq istəyir.